Hindistan Rusiyadan neft alışını tam dayandıracağına söz verib. Bu sözləri Birleşmiş Ştatlar Prezidenti Donald Trump Truth Social'daki paylaşımında yazıb. Bildirib ki, Hindistan bundan sonra Venezuela nefti alacaq. Bu qərar hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Biz həmçinin tariflərin 25%-dən 18%-ə indirilməsi ilə bağlı ticarət sazişi barədə razılığa gəldik, deyə Trump paylaşımında qeyd edib. Maraqlısı budur ki, Moskva tərəfi bu barədə məlumatı olmadığını bildirib. Kremlin sözcüsü Dmitri Peskov deyib ki, Rusiya hələ Hindistanın neft alışını dayandırması ilə bağlı heç bir rəsmi məlumat almayıb. Ekspertlər isə bildirir ki, əgər Hindistan neft alışını tamamilə dayandırarsa, bu Rusiyanın gəlirlərinə ciddi təsir edəcək. Çünki Yeni Dehli son illərdə Rusiya neftinin ən böyük alıcılarından biri olub. Belə ki, ötən il Rusiyanın ixrac etdiyi xam neftin təxminən 35-40%-i bu ölkəyə satılıb. Bu baxımdan alışın tam dayandırılması Rusiyanın ixracını ciddi şəkildə aşağı sala bilər. Hindistana ixracın dayanması o deməkdir ki, Rusiya bu nefti alternativ bazarlara çıxarmalıdır. Bu isə daha ucuz qiymət deməkdir. Əlbəttə, bu hal qlobal neft qiymətlərinə də təsirsiz ötüşməyəcək. Ona görə ki, Rusiya dünya xam neftinin təxminən 10%-ni təmin edir. Müharibədən əvvəlki dövrə nəzərən, indi iki ölkə arasında neft ticarətinin həcmi olduqca böyüdü. 2025-ci ildə Rusiya-Hindistan neft ticarəti onlarla milyard dollar səviyyəsində idi. Ancaq indi bu göstərici xeyli aşağı düşə bilər. Hindistan Rusiyadan neft alışını dayandırarsa, Moskva üçün ixrac həcmi və gəlirlər baxımından ciddi zərər olacaq. Xüsusən bir il ərzində bu ziyan onlarla milyard dollar səviyyəsində keçə bilər. Bəzi ekspertlərin fikrincə, Hindistanın neft alışını tam dayandırması mərhələli şəkildə aparıla bilər. Yəni, Yeni Dehli bu qərarı birdən-birə reallaşdırmaq gücündə deyil. Çünki Hindistanın Rusiyanın xam neftindən asılılığı yüksəkdir və başqa mənbə demək olar ki, yoxdur. Bundan başqa Moskva qara qızılı Hindistana ucuz qiymətə təklif edir. Səudiyyə Ərəbistanı, İraq, İran və digər mənbələr qiymət və logistika baxımından olduqca bahadır. Bundan başqa Hindistanın bir çox neft emalı zavodu məhz Rusiya neftinə görə optimallaşdırılıb. Yəni bunu birdən-birə dəyişmək mümkün deyil. Venezuela neftinin alternativ olmaq ehtimalı isə aşağı qiymətləndirilir. Hesablamalara görə Rusiya Hindistana gündə 1-2 milyon barel neft satırdı. Ancaq Venezuelanın istehsalı məhdud və ixrac infrastrukturu çox zəifdir. Digər tərəfdən Venezuela neftinin keyfiyyəti çox ağır və kükürdlüdür və bu əlavə texniki dəyişiklik tələb edir. Bu isə Hindistan üçün əlavə vaxt və pul deməkdir. Son olaraq logistika məsələləri var ki, Venezuela Hindistandan çox uzaqdır və nəqliyyat xərci yüksək və risklidir. Hindistan üçün Venezuela Rusiyanı əvəz edə bilməz. Nə həcm, nə logistika, nə də texniki baxımdan. Maksimum halda Hindistan üçün kiçik və riskli əlavə mənbə ola bilər. Ancaq bu uzun vaxt alacaq. Həmin vaxtda Rusiya yeni müştərilər axtarmağa başlayacaq. Burada qazanan tərəf isə Birləşmiş Ştatlar ola bilər. O bununla Rusiyanın müharibədə əlinin zəifləməsinə nail olmaq istəyir. Hindistanın Rusiyadan neft alışını dayandırması həm Vaşinqton, həm də Moskva üçün strateji və iqtisadi dəyişikliklər deməkdir. Bu, Birləşmiş Ştatlar üçün qələbə və bazar üstünlüyü, Rusiya üçün gəlir itkisi və münasibətlərdə gərginlik səbəbidir.